Ə, Deməli, əgər biz çoxsaylı elementləri yadda saxlamaq istəyiriksə, onda listlərdən istifadə edəcəyik, siyahılardan və sadə bir siyahı yaradaq. L bərabərdir. Kvadrat mötərizənin daxilində siyahının elementlərini qeyd edə bilərik. İlkin olaraq manual olaraq özümüz elementlər əlavə edirik bura. Məsələn, 12, 64, 70 olsun məsələn bunlar. Ə, bu oldu bizim bir dənə sadə siyahımız. 3 dənə elementi var. Bilməliyik ki, uşaqlar listin elementləri sıfırdan başlanaraq indekslənir. Yəni bu bizim siyahının sıfırıncı elementidir. Bu birinci elementidir. Bu isə ikinci elementidir. Yəni onları çap eləsək əgər, görərik ki, print L 0 versək bura, yəni listə sıfırıncı elementi çap elə, o zaman bizə 12 verir. Desək ki, yox, listə ikinci indeksdə duran elementi çap elə, o zaman da bizə 70 verir. Yəni listə indeksləmə sıfırdan etibarən gedir. Biz listə yalnız eyni tip elementlər əlavə etmək məcburiyyətində deyilik. Lazım gəldikdə müxtəlif tip elementlər də əlavə edə bilərik. Yəni bura 3 dənə integer tam ədəd əlavə eləmişik. Əlavə olaraq bir dənə də bura məsələn salam da əlavə edirik. Bir dənə də 45.89 əlavə edirik. Yəni float tipli element əlavə edirik. Bu da mümkündür. Yəni bu tipli qarışıq növdən elementlər də əlavə edə bilərsiniz hansısa bir listin daxilinə. Daha sonra gəlin baxaq ki, biz o listin elementlərini çap eləmək istəyiriksə, onda hansı şəkildə çap edə bilərik? Tək-tək çap eləməyi başa düşdük. Print L0, L1 bu şəkildə. Ümumi çap eləmək üçün də sadəcə bir variantda print L eləyə bilərsiniz. Yəni listi çap elə. Onda belə bir formada çap görəcəksiniz. Yəni hansı şəkildəki listi yaratmışıq biz, eyni ilə o şəkildə çapır. Bir variant budur. Olarsa ki, siz istəyirsiniz ki, məsələn, qırağındakı kvadrat mötərizələr olmasın, bu vergüllər olmasın, yalnız elementlər çap olunsun istəsəz, onda print ulduz L eləyə bilərsiniz. Print ulduz L eləsəz, onda o kənardakı artıq demək, yəni ümumi kənar mötərizələri, vergülləri yığışdıracaq və yalnız elementləri çap edəcək. Fərqi görə bilirsiniz. Burada artıq yalnız elementlərdən ibarət bir çıxış görmək mövcuddur. For-la gedib elementlərimizi çıxışa verə bilərik. For-la getsəz iki variantda baxmaq olar buna. Birincisi for i in L-dir. For i in L get listin elementlərinə bir-bir bax. Buradakı i listdəki elementləri tək-tək götürür. Onda biz burada print i eləsək, n bərabərdir boş qoyaq ki, yanaşı versin onları. Yenə də biz elementlərimizi tək-tək görmüş olacaq. Yəni dediyim kimi, buradakı i elementləri gedib görür. I əvvəlcə 12 olur, sonra i olur 34, sonra olur 70, sonra olur salam və s. Bir digər variant isə for in range ilə baxmaqdır. For in range. Range ilə baxdıqda i elementləri almır, elementlərin indekslərini alır. Onda bizim ilk indeksimiz 0 olduğuna görə bura yazırıq ki, nə yaza bilərik uşaqlar bura? Bura yaza bilərik 5. Yazırıq for in range 5. Yəni burada i-nin aldığı dəyərlər nə olacaq? 0 olacaq. 1, 2, 3 və 4. Və bizə də bu indeksləmə lazımdır. Çünki bizim ilk elementimiz 0-dır. 0-ın ikincisi birinci, ikinci, üçüncü və digəri də dördüncü elementimizdir. Düzdür? Və burada artıq biz print eləyəcəyik L-i-ni. Yəni listin i-inci indeksdə duran elementini çap eləyəcəyik. Bu şəkildə də digər formada elementlərimizi çap edə bilərik. İki formada görə bilərsiniz. Yəni dediyim kimi, for in L birbaşa elementləri görür. For in range isə elementlərin indekslərini görür. Sonra biz L-i yazmaqla həmin o indeksdə duran elementi yenidən çap edə bilərik. Kiçik fərq var aralarında. Kiçik fərq odur ki, bizim listin elementlərini dəyişmək mümkündür. Yəni biz deyə bilərik ki, məsələn, L1 bərabərdir deyək ki, 50-yə. Məsələn, listə birinci element 34-dür. Dəyişdirəm, onu 50 edirəm. Print eləsəm həmin o listi, görəcəyik ki, artıq birinci indeksdə duran elementə baxmış olar. Burada 34 yazmışdıq. Dəyişdi, oldu 50. O sıfırıncı. Bu 50 olacaq, 34 dəyişəcək 50 olacaq. Bu mövcuddur. İndi biz forla baxdığımız zaman uşaqlar, əgər bütün elementlərin içərisində hər hansı bir dəyişiklik eləmək istəyiriksə, bunu gərək for in range ilə eləyək. Yəni burada məsələn deyirəm ki, listdəki elementlərin hər birini 2 qatına artırın. Onda biz bunları buradan kənarlaşdıraq hələ ki, tam ədədlər üzərində işləyək. Və burada 3-ə qədər getmək kifayət edəcək. Deyə bilərik ki, L-i bərabərdir
2 vurulsun eliyə. Yəni hər bir elementi 2-yə vur. Daha sonra çap edirik həmin o listi. Baxın, hər bir element 12, 34 və 70 2 qatı ilə əvəz olunur. Düzdür? Amma biz desək ki, gedək for in L eləyək, yəni listdəki elementləri birbaşa görmək üçün. İkinci bayaqki variant. Və desək ki, i bərabərdir 2 vurulsun i, yəni hər bir elementi 2-yə vur özünə mənimsət. Onda listi çap eləsə görərik ki, heç bir dəyişiklik baş vermir. Yəni bunların əsas fərqi uşaqlar bundan ibarətdir. For in L-nin, for in range-in. Yəni təkrar edirəm ki, hər iki şəkildə siz elementləri bir-bir görə bilərsiniz. İstəyirsiniz for in L-la gedin, istəyirsiniz for in range-la gedin. Sadəcə fərq odur ki, for in L-la getdikdə i-yə dəyişdiyi hər hansı bir dəyişiklik elədiyiniz zaman o listə heç bir təsir eləmir. Yəni i-ni dəyişdirirəm, 2 qatına vururam. i dəyişir, amma gedib o listlə heç bir əlaqə yarada bilmir. Amma for in range ilə elədiyiniz zaman l-i-yə elədiyiniz dəyişiklik listin elementinə təsir edir. Onda artıq listimiz dəyişmiş olacaq. Yəni belə bir fərqləri var. Çapdan sonra gəlin deyək ki, listə elementlərini necə əlavə edə bilərik? Biz hər zaman özümüz əlavə eləmək istəmirik, yəni istifadəçidən input almaq da istəyə bilərik. Deyək ki, n elementdən ibarət bir siyahı yaratmaq istəyirik. Deyək ki, 4 dənə elementimiz var. İki şəkildə element əlavə etmək mövcuddur. Bir, listin elementləri yanaşı gələrsə, 2 alt-alta gələrsə, əgər yanaşı gəlsə, məsələn 12, 34, 70 və 90 var. Bu şəkildə yanaşı gələn elementlərin alınma şəkli fərqli olacaq. Biz əvvəlcə n-in qiymətini alırıq. N listəki elementlərin sayı üçün təyin olunur. Yanaşı gələn elementlər əslində bu inputu rahatlıqla ala bilərik. Biz yanaşı gələn ədədlərin inputu var idi. Xatırlayırsınızsa, A, B bərabərdir. Necə yazırdıq onları? Map int virgül input nöqtə split. Bu yazının eynisini yazacağıq. Listimiz bərabərdir, L bərabərdir. Və sadəcə olaraq bu yazının tamamilə uşaqlar bir dənə listin içərisinə əlavə edəcəyik. List yazacağıq və o yazını onun içərisinə əlavə edəcəyik. Və salam. Şimdi print eləsək L-i həmin listimizi görmüş olarıq. Yəni əgər elementlər yanaşı gələrsə, onda bu şəkildə input eləmək mövcuddur. List map input.split. Bu yanaşı gələrsə. Yox, əgər elementlər alt-alta olsa, 12, 34, 70 və 90, onda artıq bu doğru alınma şəkli, input olma şəkli olmayacaq. Biz əgər belə alsaq, sadəcə 12-ni alacaq. Çünki birinci sətirdə sadəcə 12 var. O, eyni sətirdə elementlər almaq üçün istifadə olunacaq. Digərlərini görə bilmir. Bu zaman nə edəcəyik uşaqlar? Bu zaman deyəcəyik ki, biz alt-alta elementlər almaq istəyirik. Onda bir dənə deyəcəyik ki, biz n dəfə dövr eləyəcəyik. Hər dəfə input alacağıq. Necə ki, n elementi alıb nəsə baxmaq istəyirik dövrlərdə. Deyəcəyik ki, gedəcəyik for in range. N dəfə dövr eləyək. Hər dəfə bir dənə A ədədi alaq, int input. Biz də bilirik ki, n dəfə dövr eləyib hər dəfə A-ları almaq, alt-alta ədədləri almaq deməkdir. Hər dəfə A-nı alıb listə əlavə eləməliyik uşaqlar. Bunun üçün əvvəlcə boş bir dənə list yaradırıq. Boş list. Tam boş. Sadəcə mötərizəni qoyuruq ki, bu listdir. Amma içərisində heç bir şey yazmırıq. Yəni list boşdur. A-nı alıb nə edəcəm uşaqlar? Əlavə edəcəm listə. Listə ilə element əlavə eləməyin bir variantı appenddir uşaqlar. L.append A. Və sonda əgər biz listi çap eləsək, görərik ki, listimizin elementlərinin bu şəkildə çap olmuş olur. 12-ni alır birinci dövrdə, n dəfə dövr edirəm də 4 dəfə dövr edirəm. İlk dövrdə 12-ni alır, listə əlavə edir. Append sona əlavə edir uşaqlar. Sonra 34-ü alır, listin sonuna əlavə edir, olur 12-34. Sonra alır 70, listin sonuna əlavə edir. Sonra alır 90, onu da listin sonuna əlavə edir. Burada problem var. Okay. Daha sonra gəlin deyək ki, biz listin indekslərini qeyd elədik ki, listə indeksləmə mövcuddur 0, 1, 2, 3 deyə. Əlavə olaraq da məsələn burada bizim 7, 10, 20 və 40 elementlərimiz var. Danışdıq ki, bu L0-dır, bu L1-dir, bu L2-dir, bu isə L3-dür. Həmçinin biz onu deyə bilərik ki, burada mənfi indeksləmə də var. Yəni tərsinə də indeksləmə görə bilərsiniz. Baxaq, listimizi alaq. Biz əgər tərsinə elementləri də çıxa verə bilərik. L -1 deyə bilərik olar. L -1 nə verəcək bizə? 40 verəcək.
Yəni indeksləmemiz həm müsbət yöndə olur. 0, 1, 2, 3 deyərək. Yəni bu L0, bu L1, bu L2, bu L3-dür. Həm də mənfi indeksləmə də var, mövcuddur. Bu L mənfi 1-dir, bu L mənfi 2, L mənfi 3, L mənfi 4. Yəni L mənfi 1-i çap edəndə 40-ı çap edir. L mənfi 2-ni çap eləsəm, onda da 20-ni çap edəcək. Yəni mənfi indeksləmədə mövcuddur. Yox, artıq elə bir indeks mövcud deyil bizdə. Yaxşı. Sonra davam edək bəzi funksiyalarımıza baxaq. Hazır funksiyalar var. İşlərimizi bir qədər rahatlaşdırmaq üçün istifadə edə bilərik. Element əlavə eləməyi dedik. Gəlin onun ikinci bir versiyası var. Onu da deyək. Sonra digərlərinə baxarıq. Bir variant L.append idi. Listemizə almışıq. Dedik ki, L.append məsələn deyək ki, burada 50. Print eləsək, onda görərik ki, nə var? Listimizi almışıq bu şəkildə. Sonra bir dənə də 50 əlavə elədik. 50 oturdu. Bir də var uşaqlar, listə element əlavə eləmək. Bəlkə ola bilər ki, siz yalnız listin sonuna element əlavə eləmək istəmirsiniz. Deyək ki, əvvəlinə əlavə eləmək istəyirsiniz və ya hansısa bir yerə əlavə eləmək istəyirsiniz. Onda istifadə edəcəyik uşaqlar L.insert. Deyəcəyik ki, L.insert. Bu iki parametrdir uşaqlar. i,x formatında. Yəni i-ci elementə, indeksə, bu indeksi x elementini əlavə etmək istəyirik. Məsələn, 0,22. Sıfırıncı indeksə 22 əlavə elə. Bizdə var idi 7, 10, 20, 40. Gəldi sıfırıncı indeksə 22 əlavə elədi. Yəni ən əvvələ 22 əlavə elədi. Biz desək ki, yox, birinci element, birinci indeksə 22 əlavə elə. Onda gələcək birinci indeksə 22 əlavə edəcək. Onda yəni tam ortaya, yəni artıq hamısı bir dənə sağa sürüşəcək. 22 duracaq birinci indeksə. Bu şəkildə istədiyimiz yerə element əlavə edə bilərik lazım olduqda. Sonra var hansı funksiyalarımız? Var minimum funksiyası uşaqlar, minimum L. Minimum L yəqin ki adından bəlli olursa ki, listədəki elementlərin minimumunu verir. Burada bizə 7 verəcək. Var maksimum L. Maksimum L-də listədəki maksimum elementi çıxışa verəcək. 40 əldə eləmiş olacaq. Və var sum L. Sum L-da listədəki elementlərin cəmini tapmaq üçün istifadə olunacaq. Burada problem varmı? Yoxdur. Var başqa len L. Len L-də uşaqlar length-dən gəlir. Yəni listimizin uzunluğunu verir. 4 verir. Yəni listə 4 dənə element olduğuna görə 4 vermiş olacaq bizə. Listə element əlavə etməyi dedik. Listdən element silməyi də gəlin deyək. Listdən element silmək də iki formada olacaq. Birincisi delete ilə. Delete del kimi yazırıq. Del L i yazır uşaqlar. I indeksdir burada. Listədəki hər hansı bir indeksdə duran elementi siləcək. Məsələn, yazsaq ki, del L1. Listə birinci indeksdə duran elementi sil. Listə birinci indeksdə duran element hansıdır? 10'dur burada. Düzdür? Gələcək onu siləcək. Onu silməyəcək. Əgər deyək ki, bizim elementlərimiz belə olsa, onda nə baş verəcək? Biz konkret olaraq demişik ki, L1'i sil. Yəni listin birinci elementini sil. Yəni 0, bu da birinci element. Bu gəlib konkret olaraq L1'i siləcək. Yəni listin birinci elementini siləcək. Digər ondan heç bir şey olmayacaq onun. Yəni digər onun olduğu yerə qalır. Biz konkret olaraq gəldik, listin birinci elementini sildik. Yəni bütün onlar silinmiş uşaqlar oradan. Sadəcə birinci, hansı ki i-ci indeks var, o indeksdə duran element silinir. Digərlərində heç bir dəyişiklik baş verməyəcək. Digər başqa formada necə element silə bilərik uşaqlar? Bu dəfə də biz istifadə edə bilərik L.remove-dan. L.remove. L.remove-da artıq indeksə görə yox, birbaşa elementə görə silinmə baş verəcək. Konkret x yazır, yəni hansısa bir elementi silmək istəyirik. Bura 10 yazsaq, bu gedəcək, onu siləcək. Yenə uşaqlar, əgər bir neçə dənə varsa həmin o silmək istədiyimiz elementdən, onda onlardan ilk gələnini siləcək. Məsələn, bura əgər 10 yazırıqsa, birinci 10'u silir. 40 yazırıqsa, birinci 40'ı silir. Digərləri qalır. Dedim, bir dənə. Konkret indeks hansıdırsa, biri indeksə görə silir. Üçüncü elementi, beşinci elementi sil. Biri isə konkret element deyirsən. Get listdən 50'ni sil, 60'ı sil. Birinə deyirsən ki, get listin üçüncü elementini sil, ikinci elementini sil. Yəni delete remove 10, get 10'u sil. Onu siləcək buradan.
Digər 10 isə qalacaq. Bir dənəsini silir sadəcə olaraq. Okay. İkisini də silmək istəsən, yəni birbaşa olaraq belə funksiya yaza bilməyəcəyik ki, get bütün hamısını sil. Artıq fərqli metodlardan istifadə edəcəyik. Növbəti suallar gəldikcə görəcəksiniz. Sonra bir dənə burada diqqət eləməlisiniz uşaqlar. Bu funksiyanın error qaytarma ehtimalı var. Ki, əgər hansısa bir elementi silmək istəyirsinizsiz, bu vaxta qədər olan funksiyalardan error ala bilməz. Amma burada məsələn mən 50 yazsam, onda error alıram. Niyə? Çünki mən deyirəm ki, get 50-ni sil, amma mənim siyahımda 50 yoxdur. 50 olmadığına görə mənə error qaytarır ki, sən olmayan elementi mənə silməyi tapşırırsan, amma elə element yoxdur. Ona görə remove istifadə edərkən diqqətli olmaq lazımdır ki, yəni olmayan elementi silməyəsiniz. Növbəti olaraq biz deyə bilərik ki, uşaqlar print edək l.count. Count yəqin ki, görə bilirsiniz ki, sayını verir. l.count 10 bizə verəcək 2, çünki burada 2 dənə 10 var. Listə hansı elementləri saymaq üçün istifadə edərsiniz. l.count 7 eləsək, onda bizə 1 verəcək. Çünki bir dənə 7 var. l.count 50 versək, yəni onda da bizə 0 verəcək. Niyə? Çünki 0 dənə 50 var burada. Countda hər hansı elementi saymaq üçün istifadə edərsiniz. Bir də var uşaqlar l.index. l.index nədir? l.index hansısa bir elementin listə neçənci yerdə durduğunu göstərir. Yəni adından bəlli olduğu kimi onun indeksini verir bizə. 20 hardadır uşaqlar? Buradadır. Düzdür? Onun indeksi neçədir? 2-dir. Ona görə bizə 2 qaytaracaq. Yəni 20-nin indeksini qaytardı. Biz bura 10 yazsaq, onda baxırıq ki, burada 2 dənə 10 var. Onda onların hansını verəcək? İlk gələnini verəcək. İlk gələn 10-un indeksini verəcək. Yəni 1 qaytaracaq. Çünki birinci dəfə onu harda görür? Birinci indeksdə görür. Bunda da diqqətli olmalısınız ki, əgər olmayan elementi siz əgər indeksini axtarışa versəz, onda error alacaqsınız. Yəni bir remove-da, bir də index funksiyalarında olmayan elementə müraciət eləmək error səbəbidir. Buna diqqətli olmaq lazımdır. Məsələn, bunu count edib yoxlaya bilərsiniz ki, əgər listə count edirəm, həmin element varsa, count-u sıfırdan böyüdürsə, onda indekslə onun indeksini axtar. Birbaşa axtarsanız error ala bilərsiniz. Növbəti funksiya hazır uşaqlar sort eləməkdir. Müxtəlif suallar üçün bizə listi sort eləmək əlverişli şərait yarada bilər. Sadə şəkildə l.sort yazılır uşaqlar. l.sort bizdə listi sıralamaq üçün istifadə olunacaq. Print edirik həmin o yeri. Və bu şəkildə görürük ki, uşaqlar listimiz qarışıq formadadır burada. Avtomatik olaraq sortlanır və bizə sorted halını verir. Bir versiyada l.reverse-dür. Reverse nədir? Tərsinə çevirmək. Bu halda bizim listimizi tərsinə çevirir. Bax, tərsinə sort eləmir. Sadəcə olaraq götürür elementləri tam tərsinə fırladır. 40, 10, 40, 20. Xeyr, heç nə dəyişmir. Yəni sadəcə olaraq tərsinə fırladır. Bəli, təbii ki. Bu artıq sıfırıncı elementdir, bu birinci elementdir və s. Yəni sadəcə olaraq tərsindən götürür. Əgər siz birinci sort eləsəz, l.sort, sonra reverse eləsəz, onda artıq tərsinə sort eləmiş olacaqsınız. Çünki sort eləyəndə siz artıq bir dənə 7, 10, 20, ya 10, 20, 40, 40 edirsiniz. Sonra artıq sortlanmış massivi də reverse eləyəndə artıq tərsinə sortlanmış olur. Amma birbaşa reverse eləmək sadəcə olaraq elementləri hansı ardıcıllıq var idisə, onları götürür, sadəcə olaraq tərsinə çevirir. Yəni olduğu kimi tərsinə çevirir, başqa heç bir şey dəyişmir. Sən buna baxsaq daha sadə ümumi olaraq. Yəni götürdü 40, 20, 10, 7. Düzdür, bu sorted halda olmuş oldu biraz. 20 və 10 yazaq bura. Sadəcə tərsinə çevirir. Hər hansı bir sıralamadan söhbət getmir. Reverse sadəcə tərsinə çevirir. Bu ardıcıl elementləri alanda bir önəmi yoxdur yəni. Amma alt-alta alsan önəmi var. Çünki eyni dəfə dövr eləməlisən. Bir də növbəti olaraq biz deyə bilərik uşaqlar, listin müəyyən bir qismində olan elementləri çap eləmək istəyiriksə, hansısa bir hissədə olan elementləri, bunları rahatlıqla çap eləyə bilərik uşaqlar. Belə bir şey deyə bilərik ki, print L 3 parametrli baxacağıq bunlara. Birinci hələ ki 2 parametrli baxaq. Məsələn, L biraz bunu böyüdək. Deyək ki 10 dənə element yığaq.
Bura 30 verək. 5, 5, yəni 5, 75, 75. Oldu mu 10 dənə? Oldu 10 dənə. Okay. Deyirik ki, L2 qoşa nöqtə 4. Qoşa nöqtədən istifadə edirik. Bu deməkdir ki, listə ikinci elementdən dördüncü elementə qədər aralıqda bu aralığı çap elə. Yenə fordan xatırlayarsınız. Sol tərəf daxildir, sağ tərəfimiz daxil deyil. Məsələn, bura 5 yazsaq, listə ikinci element hansıdır? Budur, düzdür? 0, 1, 2. İkinci indeksdə duran element. 5-yə qədər 5 daxil deyil. Üçüncü indeksi daxildir. Dördüncü indeksi daxildir. Amma 5 daxil deyil. Qan eləsək 10, 40, 30. Yəni sırf bu hissəni verir. Okay. Yəni sol daxildir, sağ daxil deyil. Yəni print L qoşa nöqtə ilə left right yazsaz, leftdən right-a qədər aralıqdakı elementləri çap edəcək. Left daxildir indeks olaraq, right isə daxil deyil. Aydındır? Bir də belə bir şey 3 parametrdə mövcuddur. Bir dənə də qoşa nöqtə yazırıq. Deyirik ki, məsələn 2. Bura 2 yerinə 7 yazarıq. 2-dən 7-yə qədər elementləri çap etmək istəyiriksə əgər biz, əvvəlcə 2-dən 7-yə qədər elementlərdə bizə verəcək belə bir hal. 2 və 6-cı indeksi daxil olmalı. Amma biz buraya yazsaq ki, qoşa nöqtə 2, artıq 3-cü gələn parametr fordakı kimi burada nədir? Addım tempimizdir. Onda 2-dən 7-yə qədər olan elementləri 2-2 tullanaraq verəcək. Yəni əvvəlcə ikinci indeksdə duran elementi, sonra 2 dənə tullanacaq 4-cü indeksdə duran elementi, sonra 2 dənə tullanacaq 6-cı indeksdə duran elementi verilmiş olacaq. Bu şəkildə elementlərimizi hansısa bir aralıqda olan elementlər ala bilərik. Belə bir yazım da edə bilərik. Şuralar 7, 2 artıq -2 yazacağıq. Eyni fordakı kimi. Yəni 7-ci indeksdən 2-ci indeksə qədər olan elementləri 2-2 azaldaraq ver. Yəni onda da tərsinə gedəcək. 55-dən gələcək, amma ikinci indeks daxil olmayacaq. Çünki son vaxtımız daxil olmur. Bu aralığı verəcək. 7-ci indeksi verdi. Sonra 2 dənə tullandı sola 35-i verdi. 2 dənə tullandı sola 40-ı verdi. Bunun daha çox istifadə edəcəyi harasını uşaqlar? Biz reverse eləmək üçün belə bir variant istifadə edə bilərik. Deyə bilərik ki, print əgər listi reverse eləmək istəyirsə, L qoşa nöqtə boş buraxırıq. Yəni bu avtomatik olaraq başlanğıc son demək olacaq. Bir də -1 yazacağıq. Yəni bu artıq bəli, bu reverse deməkdir uşaqlar. Baxın, 75, 65 ta 27 listi reverse eləmək üçün istifadə edə bilərsiniz. Bunu özünə də mənim çəkinmək olar. L bərabərdir demək olar ki, L qoşa nöqtə -1. Bu artıq listi reverse eləmiş olur. Yəni L nöqtə reverse da var. Amma belə bir seçimimizdə var. Yəni listin elementlərini tərsinə çevirmək üçün.